Təqdim elədiyimiz növbəti şirkətimiz tərəfindən ölkəyə yeni daxil olan avtomobil Hyundai Santa Fe 2016 model, buraxılış ili 2015. Niyə məhz model 2016? Ön buferlərində olan led faralar artıq bu 16-cı il və daha yuxarı illər, 19-cu illə kimi buraxılan modellərdə həmin element öz yerini tapır. Belə ki, avtomobil 172.000 orijinal probeqləndir, Enkardan alınıb, bir sahibi olub Koreyada. Udarsız, vuruqsuz, dəyişən detalsız bir avtomobildir. Vizual görünüşü ilə sizləri tanış edək. Göründüyü kimi avtomobil tam ideal vəziyyətdədir. Üzərində olan diski təkərlər çox əla vəziyyətdədir. LED faralar avtomobilə daha da gözəlliyi verir. Avtomobil gömrük rəsmiləşdirməsi edilib, qeydiyyat nömrə nişanı alınıb, icbari sığortası olunub. Hər iki tərəf, həm sərnişin, həm sürücü tərəf oturacaq elektron tənzimləməsi mövcuddur. Klimat kondisioner 2 zonalı, oturacaqların isidilməsi. 2 motor dizeldir. Çox gözəl, səliqəli salon. Podstakanniklar. Arxa oturacaqların isidilməsi. Zavadskoy ştorkalar. Təkərlərin vəziyyəti ilə tanış olun. 5 yerlidir. Danqrat instrumentlər hamısı yerindədir. Çox səliqəli salonu var. Vinkod qeyd olunub. Rüzgarın elektron tənzimləməsi, 4 şaq qaldıran, drive mode, eniş funksiyası, antizanos, avtostop, sükanın qızdırılması, multirul, avtopilot, bir sözlə çox səliqəli olan bir avtomobildir. Həqiqətən belə bir avtomobili yərləmək istəsə, buyurub bizlərə müraciət edə bilərsiniz. Bu avtomobili həm nağd şəkildə, həm kredit yolu ilə, həm barter yolu ilə əldə edə bilərsiniz. Super Cars from Yev. Gecə avtomobillərin yeganə ünvanı.